Cənubi Koreyanın Xarici İşlər Nazirliyi ölkənin Suriya ilə diplomatik əlaqələri bərpa etdiyini açıqlayıb. Bununla ölkənin Şimali Koreya istisna olmaqla BMT-nin bütün üzv dövlətləri ilə diplomatik əlaqələri təmin edilib. Nazirlik Cənubi Koreyanın Xarici İşlər Naziri Cho Tae-yolun aprelin 9-da Suriyaya səfər edərək ölkənin keçid hökumətində Xarici İşlər Naziri Əsəd Şeybani ilə görüşdüyünü, ikitərəfli münasibətlərin inkişafını müzakirə etdiyini açıqlayıb. Koreyalı nazir iki ölkənin əməkdaşlığının Suriyanın inkişafına və regional sabitliyə töhfə verəcəyinə əminliyini ifadə edib. Ölkənin iqtisadi inkişaf təcrübəsini bölüşməyə hazır olduğunu bəyan edib. Tərəflər Cənubi Koreya şirkətlərinin Suriyanın bərpasında iştirakı və humanitar yardım məsələsini də müzakirə ediblər. Nazir Cho Tae-yol səfər çərçivəsində Suriyanın keçid dövrü üzrə prezidenti Əhməd Əl-Şərra ilə də görüşüb. Ölkənin Suriya hakimiyyətinin səylərini dəstəkləməyə hazır olduğunu bildirib. Qeyd edək ki, Cənubi Koreya ilə Suriya arasında diplomatik əlaqələr Əsəd rejiminin Şimali Koreya ilə sıx əlaqələri səbəbindən kəsilmişdi. Cənubi Koreya Suriyada hakimiyyət dəyişikliyindən sonra bu ölkə ilə əlaqələri bərpa etməyə çalışıb. Fevralda Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Suriyada səfərdə olub və müvafiq müzakirələr aparılıb. Nazirlər Kabinetinin martın 18-də keçirilmiş iclasında Suriya ilə diplomatik əlaqələrin bərpasına qərar verilib.